Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi əhvalı yerindədir. Bizlər də çox şükür yavaş-yavaş yaxşı olmağa çalışırıq. Temudan bağlamalarım gəlmişdi. Gəlin indi bunlar birlikdə açaq. Əlbəttə bu ancaq bir hissəsidir. Bağlamam 2 dənə sifarişin birləşdirilməsidir. Temu birləşdirib göndərib. Ona görə demək olar ki, burada 3 sifarişim var. İndi hamısını açacağım shorts formasında. Daha sonra sizinlə də bölüşərəm nələr aldığımı və başladıq. Deməli qızlar hamısını açdım. O qədər yorucu prosesdir ki, həm digər kanal üçün çəkirəm, həm evimiz vlog kanalı üçün çəkirəm. Belə pijama var, ürəkli. Bunu M razmer götürdüm. Baxın, M razmerdir və normaldır, yəni balaca da deyil. L razmer kimidir ölçüsü. Çox xoşuma gəldi. Gözəl də materialı var, biraz belə yumşaq pijama materialında. Şalların da boyu da normaldır, qısa deyil, nə də uzun da deyil. Yaxşıdır, bəyəndim. Ürəkli pijama ilə bir yerdə belə başmaq götürdüm. Bunu da üzərində ürəklə. Bunu səhv eləmirəmsə 36 razmer götürmüşəm. Keçək indi zal üçün. Belə runner götürdüm. Runnerım da ürəklidir. Hamısını ürəkli seçmişəm. Sırf yəni bu günlərə aid olsun deyə. 14 fevrala aid olsun deyə. Runnerım da ürəklidir. Ölçüsünü qeyd edərəm. Hal-hazırda yadımda deyil ölçüsü. Belə telefon üçün case götürmüşəm. Mən xoşlayıram fərqli şəkillərlə caselərin olmağına. Sonra salfetka götürdüm. Bunlar deyəsən 20 dənəlidir. Amma yəni çox böyükdülər. Baxın. Həm qalındır, həm də böyükdür. Belə də istifadə eləmək olar. Qatlanmış şəkildə də istifadə eləmək olar. Uzunsov formada büküb də istifadə edə bilərik. Baxın necə rahatdırsa elə də istifadə eləyərik. 4 ədədli belə yastıq üzü aldım divan üzərinə. 2 dənə belə çəhrayılıdır. Biri belə çəhrayıdır. Bir dənə belə çəhrayı. Digərləri də ağ rəngdə üzərində printlə. Bunlar da gözəldir. Və sonda da mətbəx üçün çay dəsmalı götürdüm. Bilirsiniz ki, Sinsəyə getmək istirdim sırf bu çay dəsmallarına görə, amma vaxtında gəldiyinə, yəni biraz gec gəlsə də tam vaxtında gəldi. Çox da gec gəlmədi. Ona görə də ehtiyac olmadı Sinsəyə getməyə. Bir dənə çaşqa almadım. Gərək çaşqa da sifariş eləyərdim. O yadımdan çıxdı. Amma olsun. Onsuz da 14 fevrala yəni çox da paylaşımlar eləyə bilməyəcəm. Əlimizdə olanları istifadə eləyərik, eybi yox. Keçən dəfə paylaşmışdım ki, yoldaşım əməliyyat olub. Şəfa diləkləriniz üçün təşəkkür edirəm hər birinizə. Allah sizlərdən razı olsun. Çox sağ olun. Artıq yoldaşım evdədir, çox şükür. Dünənləri gəldi, xəstəxanadan çıxdı. Düzdür, ağrıları var, ağrı kəsici falan iynə vururuq. Qısa olaraq qeyd edeyim ki, belinə implant əməliyyatı olub, belinə implant qoyulub. Artıq bir neçə il idi ki, yoldaşımın belində problem var idi, yəni ağrıları olurdu. Hər dəfə də belə ara həkimin yanına gedirdi. Belini sınıqçı deyirlər ya çıxıqçı, yəni belini belə çəkirdi, bir müddət ağrıyırdı, sonra yenidən düzəlirdi. Ağır falan nəsə qaldıranda yenə həmin o belində problem yaranırdı, yenə gedirdi həmin o sınıqçıya. Yəni demək olar ki, elə ayda bir dəfə, 2 aydan bir gedirdi, belini çəkdirib gəlirdi. O da artıq ziyan eləmişdi ona və sonda nəhayət ki, həkimə getdi, MRT falan olundu. Həkim təcili şəkildə səhəri gün elə əməliyyat yazdı ki, təcili sürətdə əməliyyat olunmalısan. Çox çətin bir əməliyyat idi qızlar. Düzdür, həkim bizi qorxutmamışdı. Yəni bu qədər ağır olacağını deməmişdi, bildirməmişdi, amma hiss eləyirdik ki, çətin bir əməliyyat olacaq. Yenə də çox şükür bu günümüzə. Allah onu bizə bağışladı.
hardasa 6-7 saat narkozda əməliyyat olundu. Yəni ayılmağı falan, yəni 8-9 saatı tapdı. Çox gec ayıldı narkozdan da. Amma çox şükür hal-hazırda biraz ağrılar olsa da çox şükür yaxşıdır. İnşallah daha da yaxşı olacaq. Bir daha şəfa diləkləriniz üçün təşəkkür edirəm. Allah razı olsun. Kim nə arzu edirsə, Allah ona 1000 qat əvəzini qaytarsın. Bu sözümü bəzən pis başa düşürlər, amma mən heç kimə yəni pislik arzulamıram. Həmişə də hər kəsə yaxşılıq arzulamışam. Ümidvaram ki, məni də elə həmin o yaxşılıqlar tapacaq deyə düşünürəm. Hər bir şərdə xeyir var. Çox şükür bu günümüzə. Və ortalıqda səliqəyə saldığım yeni dekorlarımı da yudum, qurutdum. Heç ütüləmədim, ehtiyac görmədim ütüləməyə. Daha sonra yastıqların üzərində dəyişib yerlərinə yerləşdirdim. Çox gözəl oldu. İnşallah fevralın 20-sinə kimi bu dekorları saxlamağı düşünürəm. Nə də olsa yəni az gördüm. Ona görə də tez yığışdırmaq istəmirəm. Biraz görüm, gözüm, könlüm açılsın. Daha sonra əlbəttə ki, Ramazan dekorlarını əlavə eləyəcəm. Və əlbəttə ki, bura kimi izləmisinizsə, deməli videom xoşunuza gəlib. Ona görə də hələ də abunə deyilsinizsə, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Dəstəyiniz mənim üçün çox önəmlidir. Burada gördüyünüz Nərgiz gülünü də mama almışdı. Çox sağ olsun. Çünki bilir Nərgiz gülünü necə sevdiyimi. Bir orxideyadır, bir də Nərgiz gülü. Bu ikisini çox bəyənirəm, çox sevirəm. Demək olar ki, qızıl gül mənə görə o qədər də ön sırada deyil, amma bir orxideyanı görəndə gözüm, könlüm açılır. Bir də Nərgizin o gözəl qoxusunu hiss eləyəndə çox xoşbəxt oluram. Bəs sizlər hansı gülləri sevirsiniz? Yorumlarda yazın, mənə də maraqlıdır. Və qızlar, gəldim uşaqların otağına. Raul getdi laqapedə. Bilirsiniz ki, yoldaşım əməliyyat olduğu üçün əmisi aparıb gətirir. Mikrofonu da taxmışam yaxama ki, həm aslı danışım, həm də səsim sizə yaxşı gəlsin. Temu kargolarını açıb bu videonu bugün yükləmək istəyirəm. İnşallah alınsa bugün yükləyəcəm. Dedim elə tez Temunun kargolarını açım. Daha sonra shorts formasını da açaram. 2 ədəd bağlamam qalmışdı da. Burada Ajda üçün belə şarlar almışam. Ad gününə inşallah. Sticli. Üzərində Happy Birthday yazılıb. Belə çəhraylar. Daha sonra mavilər. Let's Party yazısı var. Bir də ağlar da. Yenə Happy Birthday. İnşallah birlikdə hazırlayarıq. Və içərisindən belə bir lent çıxır. Amma mən lentdən istifadə eləməyəcəm. Bunları da yenidən yerinə qoyuram ki, sonra shorts formasında da aça bilim. Bu nədir deyə soruşsal, şəklini əlavə eləyərəm bura. Bunu deməli stol üstündə həmin o şarları şişirib stand kimi şarları saxlamaq üçündür. İçərisində səhv eləmirəmsə 6-6 olmalı idi, amma hal-hazırda böyük görsənir. Yəqin ki 2 bölməlidir deyə belə gözümə böyük görsənir, amma səhv eləmirəmsə 6-lı idi. Və Ajdanın 5 yaşı olacaq inşallah. Onun üçün belə sticli şar aldım. Belə 5 rəqəmidir. Üzərində stici də var. Ajda bilirsiniz ki, son vaxtlar ancaq sticli əşyaları sevir. Ona görə belə bir şey aldım. Bir də son olaraq Ajdanın həm ad günü üçün aldım. Hər hansısa popcornu, çipsi falan yerləşdirərəm. Əgər böyük qeyd eləsək. Amma hələ dəqiq deyil də, yəni. Amma belə ümumiyyətlə evdə də istifadə edə bilmək üçün belə popcorn qabları almışam. Bir ədədini çıxardım, baxaq. Bunu deməli belə açırsınız və alt hissəsindən belə bərkitmək olur.
Necəsə bərkidirlər. Və düzəltdim. Əslində amma kiçikdir. Elə balaca bilmirdim. Biraz böyük gözləyirdim. Yəni də kiçik oldu. Eybi yox, evdə istifadə etmək üçün olar məncə. Daha sonra belə 5 ədədli zaryadka USB başlığı almışam. Çünki bildiyiniz kimi hər şey Temudan gələn belə USB ilə olur. Ona görə də bu başlıqlar artıq evdə çatmır. Belə 5 ədədli aldım. Hələ yoxlamamışam. İnşallah işləyər. Birazdan yoxlayarıq. Bunun da qiymətlərini qeyd eləyərəm sizin üçün. Və belə Ramazan üçün salfetkalar almışam. Əslində bunu elə bilirdim ki, 2 tərəflidir. Amma sadəcə bir üzü imiş. Sadə ağ salfetkadır. Yəni digərləri kimi hər tərəfli, məsələn gördünüzsə, ürəkli salfetkaların hər tərəfi dekor şəkilli idi. Amma bunda elə deyil. Ancaq bir üzü şəkillidir. Belə də istifadə etmək olar. Belə də qoymaq olar boşqabın üzərinə. Gözəldir, bəyəndim. Amma sadəcə belə sadə gözləmirdim. Daha dekorlu, şəkilli gözləyirdim. Bunu artıq görməyənləriniz yoxdur deyə düşünürəm. Bu belə parçadır və bunu açıb belə süfrənin üzərinə, stolun üzərinə atırsınız. Runner kimi istifadə etmək olur. Ölçüsü səhv eləmirəmsə 1.80 olmalıdır və açılır bu. Böyük bir süfrə runner olur. Adi parçadır da, yəni bildiyiniz adi parçadır. Rəngarəng və fərqli ölçülərdə olanları da var. Bir də bunun yaşılını almışam, amma o kargo hələ gəlməyib. Bunu Ramazanda istifadə etməyi düşünürəm süfrə dekoru olaraq və çox gözəldir. Material belə yumşaq parçası var. Bir də bunun dediyim kimi yaşılını almışam. İnşallah o da gəlsin, onu da göstərərəm sizə. Belə bəyəndim. Bunun bir də əlavə salfetka qabları da, salfetkalar da olur. 6 ədədli salfetkaları. Onları amma almadım. Ehtiyac duymadım yəni onları almağa. Amma bu gözəldir, istifadə etmək olar. Və bu bağlamanın axırıncı məhsuluna keçək. Bunu təzə açanda yadımda deyildi. Sonra da yadıma düşdü ki, əslində bu nədir? Çox maraqlı bir şeydir. İnşallah qırıq gəlməz. Üçlü şamdır, elektron şamdır. Burada batareyalar əlbəttə ki, içərisinə daxil deyil. Əlavə olaraq taxmalıyam. Hər birinə 2 dənə batareya gedir. Ona görə hal-hazırda göstərə bilməyəcəm, amma gələn dəfə bunu qoşarıq. Göstərirəm sizə. Çox gözəl bir dekordur. Şəkillərdən də elə gördüyüm kimi gözəldir. Yaxşı ki, sağ-salamat da gəlib. Mən gedim bir dənə qayçı gətirim, gəlim. Və gəldim. Gəlin mən bunları açım, hamısını yerləşdirim. Digərlərini də elə sizə göstərim. Çünki belə kameraya yerləşmir. Və qızlar, siz bir bunun gözəlliyinə baxın. Sizcə də çox gözəl deyil. Əsl Ramazan dekorudur. İnşallah bu il oruç tutmağı planlaşdırıram. Allah qismət eləsə, oruç tutmaq istəyirəm. Mən də yəni dərman qəbul etdiyim üçün, hər gün düzənli olaraq dərman qəbul etdiyim üçün bu oruç tutmaq məndə heç vaxt alınmayıb. Ona görə də heç vaxt tutmamışam. Amma inşallah bu il tutmaq istəyirəm. İnşallah qismət olar. Dekorlar da çox gözəldir.
Qiymətlərini qeyd edirəm. Düzdür, biraz baha almışdım, amma məncə dəyər. Uzun ömürlü bir məhsuldur. Rəngi də məncə paslanmazdı. Şamları bataryada taxaram. Daha sonra onu da paylaşaram sizinlə. Şəklini əlavə edərəm buralara. Və belə qızlar, məncə çox gözəldir. Əgər sizə bəyəndiysə yorumlarda yazın. Və gələk bağlamanın son məhsuluna. Bilmirəm, fikir vermişdiniz ya yox. Mətbəximdə neçə vaxtdır ki, işıq yoxdur. Ona görə rahat gözəl çəkilişlər falan eləyə bilmirəm. Həm də qaranlıq olanda ürəyim sıxılır. Və mətbəx üçün belə işıq aldım. Bu uzun led işıqdır. Sadəcə bunu mən başqa cür təsəvvür eləyirdim. Çünki digərində məndə elə idi. Buradan birləşən yeri var idi və buradan çıxardıb taxırdım. Amma indi eybi yox, bunu da düzəldərəm. Düzəltdikdən sonra da sizə də göstərərəm. Bunun qiyməti 3-4 manat arası idi deyəsən, tam yadımda deyil. 5 metr ya 5 metrədir, ya 3 metrədir, qeyd eləyərəm hamısını. Artıq neçə vaxt sifariş eləmişəm deyə yadımdan çıxıb tam ölçüləri, məlumatları və belə qızlar. Belə bunu da elə bunun üçün almışdım ki, USB ilə gəlir də bildiyiniz kimi hər şey. Bunları da istifadə eləmək olsun. Və qızlar, burada da artıq vlogumu sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.